Hər kəsə salam dostlar, necəsiniz? Mən Lavacraft. Bugün sizlərlə kimi bir car parking sunucu incələməsi ilə qarşınızda olacağam. Mənim hər kəs bilir ki, mənim ilk videom Azərbaycan sunucusunu incələmə idi. İkinci videomda bu kanalda car parking videosu. İkinci videom isə bugün Türk serverini incələyəcəm və necə olduğunu sizlərlə planlayarıq. Mənim köhnə takipçilərim bilər ki, mənim car parking hesabım super idi, belə full çizim, qəşəng idi, amma bir ildir bəlkə də car parking oynamadığım üçün hesabım silinib və mən də dünən car parking yüklədim və hesabımı yığmağa başladım. Gördüyünüz kimi maşınım da burada. 3-ü 4-ü bufersizdir. Bufersiz maşınlara da belə antenalı falan sevilir və çox uzatmadan Türk sunucumuza keçək. Türkiye'ni seçək. Türkiye haritasından Türkiye. Aşağılarda o Türkiye sunucusu. Əvvəl belə sunucularda lap çox maşın satılırdı, amma indi belə satılmır. Amma maşın yığır. Dostlar, kanala abunə olmayı, like atarsanız çox sevinirəm. Hədəfim 5000 abunədir. 5000 abunəyə 90 abunə qalıb. Dünən yox, öbürsü gün 210 abunə idi. İndi baxdım 90 abunə. Deyirsiniz ki, niyə ayrı vaxtlar video çəkmirəm? Mən sadəcə günortalar çəkirəm. Boş vaxtım günorta olur. Tezənlər belə evdə, işdə, gücdə. Günortalar evdəkilər hər kəs yatanda mən video çəkirəm. TikTok kanalıma da dəstək verə bilərsiniz. TikTok'a Lavacraft yazın, mən gələcəm. Görək necədir. Serverdə bu dəqiqə 2 maşın satılır. 39 milyon pulum var. Oy, maşına bax. Göz görüm neçə milyondur. Alarım. $300.000. Oy, qaşa ehtimalən 300.000 alaram bunu. Ala bilsəm də. Məncə qəşəng maşındır. Bu film falan çıxartdıra da bilərəm. Və aldım. Koenig Mercedes 40 MY satır. 500 satmaz. O tür satırlar aşağı əsaslar alır. Neçə milyonum var? Hala 39 milyonum var. Tofaş Şahin Doblo var. Burada elə daha tür satılır. Gör. 3 milyon eşim olmaz. Mən 1 milyondan logo oldu. Logosuz. 1 milyon təşrif edəyərəm. 1 milyon təşrif edeyim. 1 milyon. Bu yazmayacağım. 1 milyon. 1 Oy, bu maşın lap qəşəngdir var. $5 milyona saldı ya. 31 milyon. Doblon satır. Birə satdı. Birə satdı, aldım. Aldım. Mən aldım. İnşallah mən alım. Mən aldım. Patron. Alıyorum. Yazaq görə maşınları alaq.
Gözəkli yarış eləmiş. 200. Bundan heç bir daha belə. Herkes indi bilir ki Azərbaycanlıyım. Çünki Azərbaycan ancaq Azərbaycanda 07 və Niva məşhurdur. Belə maşınlar da var. Amma belə çizim falan gətirirlər ki, maşın bu həqiqi pulla satılır. Onda miqalkası da var. Yenə Lamborghini gətirirlər. Lamborghini satsaz da işim olmaz. Baba bunu sat. VS Miraç. Miraç. Sat arabanı. Dostlar bu çizimi satsa bile ben almalıyım. Çünkü 29 milyon pulum var. Sevgime de nasıl? Oğlum küfür mü ediyorsun sen bana? Sevgi. Söğüşte söyleyerek Türkçe danışmaya başladım. Ve dostlar bu tarafta 17'mizi saklayaq. Hop. Ve dostlar videomuzun sonuna geldik. Bu videoda sizlerle qəşəng Türk sunucusunu incələdik. Türk sunucusunda bunu satın alaq. Türk sunucusunda dostlar ucuz maşınlara denk gəldik. Pullu maşın aldıq. 1 dollar, 1 manata doblo aldıq, düzdür. Qəşəng maşınlar var idi. Biraz söyüş falan da gəldi hərdən. Gördüyünüz kimi məncə Türk sunucusuna 10 üstündən çizim satan yoxdur. Hər kəs maşın alır. Türk sunucusuna məncə 10 üstündən 8-i hak eləyir. 10 üstündən 8 verirəm.